Hörmətli izləyicilər, mən birinci istəyirəm ki, siz evin qarşısına baxasınız. Asfaltdır, nə qədər istəsən burada maşın saxla, heç həyətə salma. Evimiz bax qarşıdadır. Çox qəşəng, keyfiyyətli. Qabaq hissə var, amma görürsünüz aşağı hissə. Ora da qlaydaşdır. Gəl. Kim alsa Allah xeyir versin qardaşım. 4 sotda, Vişnyovkada, Albalda hərbi zavod var. Kilim restoran, hərbi zavod. Bax o istiqamətdədir. Küçəsini gördünüz. Evin vid. Qəşəng təmir olunub, keyfiyyətli materiallara üstünlük verilib. Elə belə yəni başdan soğudu tikilməyib. Göstərəcəm, bax fikir verin, hamısı ağlaydaşdı, özü yaxşısından. Demək həyətimizdə burada sanuzil, ayaq yolusu. Hamamı, duşu, hər bir şey. Su xətti də var, qazı, hər şey var. Hə, bax ehtiyat su çəni də var, ehtiyat su var. Aha. 2 su xətti var, bəli. Qiymətimiz də 205 mindir. Kosmik endirim gözləməyin, sənədimiz qaydasındadır. Torpağın da evində sənədi var. Bir də xatırladıram, evimiz keyfiyyətli tikib, qanunla tikilib hamısı bax. Hasardan aralı və s. və ilaxır hamısına, bax kombi xətti üçün yer ayrı, bax hamısına yəni normativə uyğun tikilib. Hamısı. Görsət. Evimiz 4 otaqlıdır, 3 yataq otağı, bir qonaq otağı. Ölçülərini də sizə deyəcəm, otaqlarımızın çəkdiyini göstərdim. 140 kvadratdır, ha? İçərisi təmiz 110 kvadratdır. İçərisi 110 kvadratdır, bəli. Burayla da, sən burayla nəzər götürürsün. Hə, burayla bir yerdə 140 kvadrat metr. Bura təbii ki, mətbəximizdir. Mətbəxdən də çölə qapı var. Çıxıb burada stul qoyub. Sipoldur ya bu, tam baxın. Hə, burada sipoldur. Hörmətli izləyicilər, burada sipoldur. Yəni fikir verib, hamısı yaxşı tikilibdir. Çardağa bax, çıxışı. Buyur. Ha, bax belə. Evimiz hamısı istipoldur. Modem də qoyub. Mətbəxinə baxaq. Haradasa 16-17 kvadrat metrdir mətbəximiz. Bax, belə bir mətbəx sahəsi var. Ən balaca otağımız, qardaş, bax budur. Ölçüləri nə qədər idi bunun? Yetişkin. 350-nin 350-yə. Qonaq otağımız 8-in 420-yədir. 35 kvadrat. Burada da bax, TV stand. Deməli, ora baxdı, bura baxdı. 2 dənə yataq otağıdır. 3 dənə yataq, biri yetişkin. Bu ikinci yataq otağıdır. Bura ümumi sanuzildir. Aksesuarlar da var. Bax, fikir verirsiniz, hamısı qoyulubdur. Bu da üçüncü yataq otağıdır. Bax, belə bir laminat. Açıq aboylar, divar kağızları. Çılçıraq da vurubdur. Heç nə, yaxşı evdir. Gəlin, baxın, qiymətdə də biraz endirim olacaq. Bir sözlə, alana da, satana da xeyirli olsun. Sağ olun.